Əziz abituriyentlər və müəllimlər, bu tip suallar axır vaxtlar çox soruşulur. Güvən nəşriyyatından götürdüyüm sualın izahını qısa şəkildə vermək istəyirəm. 117 dərəcə şərq uzunluğu 6-cı və 7-ci saat qurşaqlarının sərhədini təşkil edərsə, 37 dərəcə qərb uzunluğu hansı saat qurşağında yerləşər? 6-cı və 7-ci saat qurşağının sərhədi 6,5 kimi götürülə bilər. Yəni 6-cı və 7-ci saat qurşaqlarının sərhədi 6,5 kimi götürülər və o 117 dərəcə şərq uzunluğudur. Onda 1 saat ərzində yerin öz ox ətrafında neçə dərəcə döndüyünü tapmaq üçün 117-ni 6,5-ə bölərik, eləyər 18. Deməli 1 saatımız 18 dərəcədir. 1 saatımız 18 dərəcədirsə, 360-ı 18-ə bölsək, yerdə 20 ədəd saat qurşağı formalaşacaq. Bu məsələmizi həll etməyin birinci hissəsi. Məsələmizin ikinci hissəsində isə 37 dərəcə qərb uzunluğunun hansı saat qurşağında yerləşdiyini tapmaq tələb olunur. Əgər 1 saatımız 18 dərəcədirsə, deməli sərhədlər də 9 dərəcədən bir çəkiləcək. Yəni 20-ci saat qurşağı eyni zamanda 0-cı saat qurşağıdır. Qərbə doğru 19-cu saat qurşağı, 18-ci saat qurşağı, 17-ci saat qurşağı kimi azala gedəcək. Coğrafi uzunluqlar isə 0, 18 dərəcə qərb uzunluğu, 36 dərəcə qərb uzunluğu, 54 dərəcə qərb uzunluğu kimi qərbə doğru arta gedəcək. Bayaq dediyimiz kimi, əgər 1 saat 18 dərəcədirsə, sərhəd meridianları da 9 dərəcədən bir arta gedəcək. Yəni 9 dərəcə qərb uzunluğu, 27 dərəcə qərb uzunluğu, 45 dərəcə qərb uzunluğu olacaq sərhədlər. 37 dərəcə qərb uzunluğunun təxminən bu hissəyə düşdüyünü görə bilərik. Yəni 36 dərəcə qərb uzunluğundan 1 dərəcə qərbdə. Onun artıq 18 saat qurşağında olduğunu tapmaq olar. Və yaxud da həll kimi yazası olsaq, 37-ni bölərik 18-ə, 2, 36, qalığımız 1. Biz bilirik ki, əgər qalıq sərhəd meridianından kiçikdirsə, qismətə toxunmuruq. Sərhəd meridianımız 9 dərəcə idi. Tapdığımız qalıq isə 1 dərəcədir. Deməli 2-yə toxunmuruq. Qərb yarımkürəsində 2-ci saat qurşağı yoxdur. Maksimum 20 saat qurşağı varsa, 20-dən ikisini çıxsaq qalar 18. Hər kəsə uğurlar.